Oyunun ilk günü kənd tamam başqa görünürdü. Bugün uşaqlar günüdür və hər tərəf sevinç doludur. Cırtdan və canavar uşaqlar üçün xüsusi sürpriz hazırlamışdılar, amma heç kim bunun nə olduğunu bilmirdi. Birdən güclü külək əsdi və rəngli şarlar göyə qalxdı. Uşaqlar onların arxasınca kədərlə baxırdılar. Canavar dərhal köməyə tələsdi. O, uşaqların bayramının pozulmasını istəmirdi. Bir neçə dəqiqə sonra şarlar yenidən geri qayıtdı. Meydan yenidən sevinç və gülüşlə doldu. Bayramda müxtəlif oyunlar və yarışlar başladı. Uşaqlar böyük həvəslə oyunlarda iştirak edirdilər. Canavar uşaqlar üçün böyük bir hədiyyə hazırlamaq istəyirdi, amma iri pəncələri ona biraz mane olurdu. Uşaqlar canavara kömək etməyə başladılar. Birlikdə işləyərkən hər şey daha asan oldu. Çox keçmədən böyük sürpriz hazır oldu. Uşaqlar sevinç içində yeni oyun meydançasına qaçdılar. Günəş yüksəldikcə hamı dondurma yeməyə başladı. Bu, bayramın ən şirin hissələrindən biri idi. Uşaqlar canavara rəngli bir tac hədiyyə etdilər. Onlar canavarı ən yaxşı dostları hesab edirdilər. Axşam düşəndə Cırtdan və canavar uşaqlarla birlikdə bayramı seyr edirdilər. Bu gözəl gün hər kəsin yaddaşında xoş xatirə kimi qaldı. Cırtdan ve canavar ile yeni maceralarda görüşene dek.